Axşam saatlarıdır Teymur Usta ilə gəlmişik bir dayıya kömək eləməyə. Dayının üzünün düşməsini istəmirik. Yasamal tərəfdə mənzilin birinə və dayı bizdən məhsul almışdı. Özən elədi ki, vura bilmədi. Doğrusu istidə vurmuşdu. Görsün, istidə məhsul vurmazdı. Məhsul plyonka kimi yapışıb ora. Ona görə də məhsulun texniki qaydalarına riayət etmək lazımdır. Texniki qaydalardan biri odur ki, müəyyən təyin olunmuş temperatur var ki, o temperaturda vurulmalıdır. Görsünük bu bizim ustamızın vurduğu, bu da ki, əvvəl dayı vurduq. İndi isə usta yoldaşımız bunların hamısını bərpa eləyir. Həzrəti Musa Allahdan soruşur, sənin insan olmağın mümkün deyil, sən Allahsan. Allah insan ola bilməz ki. Allah Allahdır. Deyir, amma qeyri-mümkün də olsa fərz eləyək. Peyğəmbər də Allahla danışır. Fərz eləyək ki, sən insan timsalında yerə ensəydin, misal üçün, ki, mümkünsüz bir şeydir. Fərz eləyək. İnsan timsalında, insan vücudunda yerə ensəydin, nə iş görərdin? Allah cavab verir ki, əgər belə olsaydı, mən insanlara xidmət eləyərdim. Yəni, Allahın Allahlığının da təcəllası insanlara xidmətdir. İnsanların xidmətində dayanmaqdır. Və olduqca ləzzətli bir həyatdır. Xidmətdə keçən həyat zövq verir, adamı təmizləyir, paklayır. Bir addım atın kimin üçünsə, görün nə qədər ləzzətli olur həyat.